Salam əziz abituriyentlər, sizlərlə Seyid Cəfər Pişəvər adına Respublika Humanitar Fənlər Gimnaziyasının biologiya müəllimi Məmmədova Çiçəkdir. Bugün mən sizlərə yeni abituriyent kursunun keçirdiyi 8-ci sınağı izah edəcəm. Bu sınaq ümumi biologiya və insandan da tənəffüsə qədər olan hissəni əhatə edir. Birinci sualla başlayırıq. Mitozun hansı fazasında xromosomlar xromatidli olur? Mitoz bilirik ki, somatik hüceyrələr mitoz yolundan bölünür heyvan hüceyrələrində və istər profaza mərhələsində, istər metafaza mərhələsində xromosomlar xromatidli olur. Anafaza mərhələsində isə artıq xromatidlər bir-birindən ayrılır və əks qütblərə çəkilir. Anafaza və telofaza mərhələlərində isə artıq xromosomlar bir xromatidli olur. Deməli, elə B variantı doğru variantdır. Bir xromatidli olur. Deməli, profaza və metafaza mərhələsində. Cavab oldu B. 2-də atmosferdən sakit halda udulan havanın miqdarı n millilitr olarsa, sakit halda udulan hava deyirsə, deməli söhbət 500 millilitr havadan gedir və bunu n ilə işarə edib oksigenin miqdarı neçə olar? Biz bilirik ki, 500 millilitr havanın 21% oksigendir. 21% də 105 millilitr eləyir. Onda elə 500 millilitrdən 105-i çıxarıq və burada qalır 5, 9, 3, 395. Belə də həll eləyə bilərsiniz və yaxud da əgər 21% oksigendirsə, deməli digər faizdən, yəni 79%-i 500-dən çıxmaqla, yəni 500-ün 79%-ni tapıb çıxmaqla da tapa bilərsiniz. Amma ən asan yolu budur. Elə A variantı doğrudur. Abituriyent düz yazıb. Üçüncü sual, ifraz etdiyi maddə bədən səthinə açılır. Bədən səthinə açılma, orqan boşluğuna açılma bu xarici sekresiya vəzlərinin işidir. Buradan da tər vəzləri ifraz elədiyi maddəni bədən səthinə açır. Məsələn, ola bilər ki, xarici sekresiya vəzləri bədən boşluğuna da açsın, orqan boşluğuna da açsın, axırtsın həmin o hazırladığı maddəni. 4. Refleks qövsündə sinir düyünündən mərkəzə qədər olan hissə, sinir düyünü hissi sinirin cismidir və onun cismindən mərkəzə qədər olan hissəsi aksonudur, yəni hissi neyronun aksonu olacaqdır. 4-də cavab D variantı. 5-ci sualda hüceyrənin hansı orqanoidi sitoplazmadan lipid qatı ilə ayrılmır? Lipid qatı plazmatik membranın tərkibinə daxildir. Deməli, membran quruluşu olmayan orqanoidlərdən gedir söhbət. Burada da membran quruluşu olmayan mitoxondriya 2 membranlı, vakuol endoplazmatik şəbəkə Golgi 1 membranlıdır. Deməli, onlarda lipid qatı var. Hüceyrə mərkəzi isə membransızdır. Deməli, o sitoplazmadan lipid qatı ilə ayrılmayacaqdır. Hansı genotipli fərd maksimum 2 növ qamet əmələ gətirər? 2 növ qamet əmələ gətirirsə, baxırıq, bir də A variantında 1 növ qamet əmələ gətirir. Çünki homozigotdur hər iki əlamət üzrə. Böyük A, böyük B. D variantında isə 2 əlamətin ikisi üzrə də heterozigotluq var. Bu 2 tip qamet əmələ gətirir. Bu da 2 tip qamet əmələ gətirir. Vurduq, elədi 4 tip qamet əmələ gəlmə. Eyni zamanda B variantında da heterozigotların sayını görürük. 2 üstü n düsturuna əsasən 2 üstü 2 elədi 4. Y variantında 1, 2, 3 heterozigot var. 2 üstü 3 deməli bu 8 tip qamet gətirəcək. C variantında isə heterozigotun sayı 1 dənədir. 2 üstü 1 yenə 2-yə bərabərdir. Deməli elə doğru cavab C variantıdır. Keçdim növbəti sual. Yanlış cavabı müəyyən edin. İnsanın gövdə skeleti. Gövdə skelet deyəndə nə başa düşürük? Gövdə skelet deyəndə biz onurğa sütununu, daha sonra qabırğalar, bir də döş sümüyünü nəzərimizdə tutacağıq. Buna aid olan xüsusiyyətləri seçəcəyik. Gövdə skeleti hərəkətli birləşmə əmələ gətirir. Bəli, hərəkətli birləşmə, məsələn, boyun fəqərəsi, birinci boyun fəqərəsi ənsə ilə hərəkətli birləşmə əmələ gətirir. Bu doğrudur, biz yanlış axtarırıq. Yastı sümüklə birləşmə əmələ gətirir. Bəli, elə birinci boyun fəqərəsi ənsə ilə ənsə yastıdır. Oma fəqərəsi çanaqla çanaq yastıdır. Döş fəqərələri qabırğalarla qabırğa yastıdır. Deməli, B də doğrudur. Keçirəm C variantına. Qurşaq skeleti ilə birləşmə əmələ gətirir. Gövdə skeletinə dedik ki, döş sümüyü aiddir. Döş sümüyü körpücük sümüyü ilə, yəni yuxarı ətrafın qurşağı ilə birləşmə əmələ gətirir. Onurğanın oma şöbəsi də çanaq sümüyü ilə, çanaq da aşağı ətrafın qurşaq sümüyünə aid olduğuna görə bu da doğru cavabdır.
e, yanlış aktarırıq biz. Borulu sümüklə birləşmə əmələ gətirir. Onurğa və ya qabırğa və ya döş sümüyü bunların heç biri birbaşa borulu sümüklə birləşmə əmələ gətirmədiyinə görə elə səhv cavab D variantıdır. Y-yə də baxaq, qarışıq sümüklə birləşmə əmələ gətirir. Bəli. Məsələn, döş sümüyü körpücük sümüyü ilə birləşmə əmələ gətirir ki, döş sümüyü də gövdəyə aiddir və körpücük sümüyü qarışıq sümükdür. Bu da doğru variantdır. 8 ektoderma mənşəlidir. Baxırıq, deməli, bağlar mezoderma, xorda endoderma, derma mezoderma. Bəli, duyğu reseptorları ektoderma mənşəlidir. Sidik hissəsinin epitelisi isə endoderma mənşəli olacaq. Cədvələ əsasən X-in xəstə oğlan olma ehtimalını müəyyən edin. Albinizm xəstəliyi deyirsə, bu autosom resessiv keçən xəstəlikdir. Ana da heterozigot, ata da heterozigotdursa bunların böyük A, böyük A, böyük A, kiçik A və kiçik A, kiçik A genotipli uşaqları doğula bilər. Kiçik A xəstədir çünki autosom resessivdir. Bunun olma ehtimalı 4-dən 1-dir. Amma bu bizə oğlan olma ehtimalını soruşursa 4-də 1 uşağın doğulma ehtimalıdır. Bunun oğlan və yaxud da qız olma ehtimalı 2-də 1-dir. Ona görə də nə edirik? 2-də 1-ə vururuq. Deməli eləyir 8-də 1. Və faizlə soruşduğuna görə 8-də 1-i tapırıq. Yəni, bir hissə 100%dirsə, bəs 8-də 1 ehtimal neçə faizdir? Buradan tapırıq ki, 12,5% C variantı. 10-cu sual. Enliyarpaqlı meşə biosenozunun 4-cü yarısında yerləşən bitkilər ekoloji piramidanın neçənci halqasında yerləşir? Ekoloji piramidada bilirik ki, birinci halqada, yəni ən aşağı qatda bitkilər yerləşir. Ondan sonra bitki ilə qidalanan heyvanlar, ondan sonra artıq yırtıcılar və belə-belə ekoloji piramida düzülür. Ona görə də hansı yarısda olursa olsun, söhbət bitkilərdən gedirsə, yəni enliyarpaq meşənin hansı yarısında olursa olsun, söhbət bitkilərdən gedirsə, ekoloji piramidanın ən aşağı qatında yer alacaqdır. 11-ci sual uzaq hibridləşmə yolu ilə alınmışdır. Orlovdur, merinosdur, arxardır. Arxar təbiətdə özü var, Qarabağ atıdır. Bunlar deməli uzaq hibridləşmə yolu ilə alınmayıb, amma qaytaq uzaq hibridləşmə yolu ilə alınıb. Süni biogesenoz deyil, süni biogesenoz insan tərəfindən yaradılmış biogesenozdur. Burada süni biogesenoz olmayanı soruşur. Şam meşəsi, yəni o meşəni insan salmayıb, bu təbii halda özü var. Ona görə də elə Şam meşəsi doğru variantdır. 13 növlərin hansı kriterisi xromosom yığımında olan fərqlərə görə müəyyən olunur? Bu da genetik kriteridir. Genetik kriteriyə görə məsələn görüblər ki, morfoloji kriteridə siçanların əkiz olduğunu götürsələr də genetik kriteridə onların xromosomlarının fərqli olduğunu görüb ayrı növə aid eləmişdilər. Ona görə də xromosomu deyirsə, deməli söhbət genetik kriteridən gedir. 14-cü sual. Sürünənlərlə məməlilər arasında keçid formu olduğu güman olunan canlıdır. Archaeopteryx keçid forma deyildir. Psilofit bitkilərdədir. Phenocodus atlara aiddir ki, bu keçid forma deyil. Ichthyostega isə balıqlarla suda qurda yaşayanlar arasında keçid formadır. Inastansevia isə bəli, məməlilərlə sürünənlər arasında keçid formadır. Döş qəfəsində olan sümük sayı insanla eyni olan insana bənzər meymunlar. Döş qəfəsində sümük sayı insanla eyni olan, yəni qabırğası 12, daha doğrusu döş fəqərəsi 12, yəni qabırğası da 24 ədəd olan orangutandır. Orangutan da hod yadımıza salırıq ki, o hardaydı orangutan? Hodun içərisində. Hoddursa bu D-dırsa deməli driopitekdir. Bunlar da başlanğıcını götürüblər hardan? Avstralopitek, daha doğrusu parapitekdən. Ona görə də cavab olacaq deməli 15-də parapitek. Driopiteksə avstralopitekə başlanğıc verəcək. 16-da aşağıdakı qida şəbəkəsinə görə hansı fikir yanlışdır? Deməli, baxırıq, bitki ilə qidalanan keçi var, keçi ilə aslan da qidalana bilər, keçi ilə çaqqal da qidalana bilər. Aslan diqqət edirik, həm ikinci dərəcəli konsument, həm üçüncü dərəcəli konsument də ola bilər. Yəni, bütün hamısında bir variantlara uyğun olaraq cavabı seçə biləcəyik. Vaşaq ikinci dərəcəli konsumentdir. Vaşaq hardadır? Vaşaq buradadır. Bəli, bitki ilə birinci dərəcəli konsument dovşan qidalanır. Dovşanla da vaşaq qidalanır. Bu doğru variantdır. Biz yanlış variantı axtarırıq.
Siçanların sayının artması dovşanların sayının azalmasına səbəb ola bilər. Bəli, siçanla dovşan rəqabətdədir. Çünki ikisi də bitki ilə qidalanır. Əgər siçanın sayı artırsa, bitkinin sayı, deməli bitki ilə daha çox onlar qidalana biləcək və bu da dovşanların, yəni bitkinin də azalmasına səbəb olacaq. Bu da dovşanların sayının azalmasına səbəb olacaq. Doğrudur. Çaqqalların sayının artması produsentlərin sayının azalmasına səbəb ola bilər. Baxırıq çaqqallara, çaqqalların sayının artması keçilərin və yaxud da dovşanların sayının azalmasına səbəb olar. Çünki çaqqallar onlarla qidalanır. Onda bitkilərin, produsentlərin sayı niyə azalsın ki? Azalmayacaq. Ona görə də elə C variantı səhv variantdır. 17. İnsanın qaraciyərinə gələn parasimpatik sinirlər. Parasimpatik sinirlər çıxır bir onurğanın oma şöbəsindən, bir də beyin kötüyündən. Oma şöbəsindən gedir sidik hissəsinə və cinsiyyət orqanlarına. Qalan digər orqanlara deyirik ki, əsasən beyin kötüyündən gedir. Ona görə də qaraciyərə gələn parasimpatik sinirlər elə beyin kötüyündən çıxacaqdır. 18 iki cür sümük iliyinə malikdir. İki cür sümük iliyi bu uzun borulu sümüklərə xas olan deməli xüsusiyyətdir. Burada baxırıq ensə yastı sümüktür, boyun fəqərəsi qarışıq sümüktür, döş sümüyü yastı sümüktür, çanaq yastı sümüktür, qamış sümüyü isə uzun borulu sümüktür. İki cür sümük iliyi var. Ümumiyyətlə orqanizmimizdə, skeletimizdə 12 ədəd sümükdə iki cür sümük iliyi var. 6-sı yuxarı ətraflarda, 6-sı isə aşağı ətraflardadır. 19 hansı vəzi hazırladığı maddəni orqan boşluğuna ifraz edir? Orqan boşluğuna ifraz edən, məsələn, qaraciyər ifraz edir 12 barmaq bağırsağa. Bu da orqan boşluğudur. Keçdik növbəti sual, 20-ci sual. Şəkildə verilən insan skeletinin şöbəsi haqqında yanlış fikri müəyyən edin. Görürük ki, bu başın skeletidir. Hərəkətli birləşməyə malikdir. Bəli, alt çənə hərəkətli birləşmədir. Doğrudur. Bizdən yanlış istəyir. Oynağın əmələ gəlməsində iştirak edir. Bəli. İstər ensə hissəsindən, istərsə də alt çənə hissəsindən, yəni alt çənə gicgahla oynaq əmələ gətirir. Doğrudur. Yarım hərəkətli birləşməyə malik deyil. Bəli, biz demişik ki, başın skeletində hərəkətsiz və hərəkətli sümük birləşmələri var, amma yarım hərəkətli sümük birləşməsi yoxdur. Qurşaq skeleti ilə birləşmə əmələ gətirir. Nə çiyin qurşağı ilə, yəni yuxarı ətrafın qurşağı ilə, nə də aşağı ətrafın qurşağı ilə heç bir sümük birləşməsi əmələ gətirmir. O yalnız onurğa ilə birləşmə əmələ gətirir. Ona görə də D variantı səhvdir. Qarışıq sümük ilə birləşmə əmələ gətirir. Bəli, onurğanın boyun fəqərəsi ilə birləşmə əmələ gətirir. Onurğa da qarışıq sümüklərə aiddir. Ona görə də səhv cavab olacaq D variantı. 21-ci sualda hansı rəqəmlə göstərilən vəzlər həm xarici, həm də daxili sekresiya vəzisi kimi fəaliyyət göstərə bilər? Söhbət qarışıq və sekresiya vəzlərindən gedir. Qarışıq sekresiya vəzlərdə burada mədə 6 vəzi 7 rəqəmi ilə işarə olunub, bir də yumurtalıqlar 8 rəqəmi ilə işarə olunub. Cavab Y variantı olmuş olur. Keçdik növbəti sual 22. Aşağıda insan orqanizmində olan 3 fərqli molekul simvollarla təsvir olunmuşdur. Molekullar DNT, zülal, RNT və onların simvolları DNT-ni dairə ilə, zülalı 3 bucaqla, RNT-ni isə kvadratla göstərir və sağlam bir insan hüceyrəsində göstərilən proseslərdən hansı baş verə bilər soruşur. A variantında baxırıq. Zülalın deyir ki, zülaldan RNT əmələ gəlir. Bu səhvdir. Daha sonra C variantına baxırıq. DNT-dən RNT sintez olunur. Bəli, bu doğru ifadədir. Transkripsiya zamanı nüvədə DNT-dən RNT sintez olunur. Ona görə də cavab olacaq C variantı. Bizdən doğrunu istəyirdi. Keçdik növbəti sual. 23-cü sual. Cədvələ əsasən X-in qiymətini tapın. Kişi orqanizmində sinir toxumasının müəyyən bir hissəsində neyronlarda X cinsiyyət xromosomlarının bilirik ki, kişi orqanizmində cinsiyyət xromosomları X, Y-dir. Yəni bir hüceyrədə 1X, 1Y var. Əgər neyronlarda 20 dənə X cinsiyyət xromosomu varsa, deməli 20 dənə də neyron var. Peyk hüceyrələrdə neyronların sayından 10 dəfə çox olduğuna görə 20-ni 10-a vururuq, cavab eləyir 200. Doğru cavab 200-dür. 24-cü sual, aşağıda karbohidrat mübadiləsi göstərilmişdir. Karbon qazından glukoza alınır. Birinci prosesdə glukoza birləşir, nişastan əmələ gətirir. İkinci prosesdə, üçüncü prosesdə glukoza parçalanır. Tənəffüs prosesi zamanı ola bilər. Nişasta da parçalanırsa, deməli ehtiyat qida maddəsi istifadə olunur.
İndi baxırıq ki, deməli bizdən nə istəyir? Deyir ki, hansı bitki hüceyrəsi baş verə bilər? Karbon qazı ilə suyun birləşməsi bitki hüceyrəsində baş verə bilər. Bir doğru. Sonra glukoza ehtiyat halında nişastaya çevrilir, bitkidə ehtiyat halında saxlanılır. Doğrudur. Nişasta lazım gəldikcə istifadə olunub glukozaya çevrilər. 4 də ola bilər. Glukoza da tənəffüs prosesi zamanı bəli parçalana bilər. Deməli bütün proseslər istər 1, istər 2, istər 3, istər 4 hamısı bitki hüceyrəsində baş verə bilər. 25. Hansı tənəffüs sistemi xəstəliklərini bakteriyalar törətməyə bilər? Vərəm xəstəliyini bakteriyalar törədir. Ona görə də deyə bilmərik ki, bakteriyalar törədə bilməz. Qrip xəstəliyini viruslar törədir, onsuz da bakteriyalar törətmir. Faringiti də viruslar törədə bilər. Ona görə də faringiti də götürəcək. Anginanı isə bakteriyalar törədir. Cavab olacaq 2, 3. Bakteriyalar törətməyə bilər. 26. İnsanın ürəyinin sol qulaqcıq boşluğuna bitişik olan iri damarların sayı. Sol qulaqcıq boşluğuna 4 dənə ağciyər venası gəlir. Deməli 4-dür bunların sayı. Sağ mədəcik boşluğuna bitişik olan damarların sayından sağ mədəcik boşluğuna isə bir ağciyər kötüyü birləşmişdir. Neçə vahid çoxdur deyir. 4-dən 1 çıxırıq, qalır 3. 27-ci sual. Uyğunluğu müəyyən edin. Angina, faringit, laringit. Burundan əvvəl açıq, sonra tünd selik gəlir. Bu faringitin xüsusiyyətidir. Abituriyent düz yazıb. Qırtlaq ətrafının iltihablaşmasıdır. Qırtlaq deyirsə bu laringitin xüsusiyyətidir. Badamcıqlar üzərində ağ nöqtələr əmələ gəlirsə bu anginadır. Burunla qırtlaq arasında hissənin iltihablaşmasıdır. Bu faringitdir. Ağciyərləri zədələyən həyati təhlükəli xəstəlikdir. Bu isə heç birinə aid deyil. Bu vərəm xəstəliyinə aiddir. Gəldik situasiyaya. Xəstəxanada qan analizi verən insanların qan qrupunun cədvəldə göstərildiyi kimi antitel damcıladıblar və görüblər ki, fidanda anti-A, anti-B damladan zaman çökmə baş verib. Fidanda çökmə baş verib. Melisada heç bir çökmə olmayıb. Akifdə isə çökmə baş verməyib. İndi diqqət eləyək. Nə vaxt çökmə baş verər? Çökmə baş o zaman verər ki, əgər həmin qan qrupunda antigen olaraq eyni tipli antitel və antigen bir qan qrupunda ola bilmir. Əgər bir yerdədirsə çökmə baş verər. Əgər eritrositdə A antigeni varsa, biz ora anti-A əlavə eləsək, çökmə baş verəcək. Belə deyək də, bir-birlərinə qarşı anti-A, antiteldir də, o onu yad cisim kimi göstərür və çöktürür. Ona görə də fidana baxırıq, anti-A da, anti-B də əlavə edən zaman hər ikisində çökmə baş verdiyinə görə deməli onun eritrositində A-B antigeni olub. Onda fidan hansı qan qrupudur? 4-cü qan qrupudur. Melisada isə heç bir çökmə baş verməyib. Deməli onun eritrositində nə A var antigeni, nə də B antigeni var. Deməli o hansı qan qrupudur? 1-ci qan qrupudur. Akifin isə anti-A-da çökmə baş verməyib, anti-B-də çökmə baş verib. Deməli onun qanında B antigeni var idi ki, anti-B onu çöktürdü. Deməli o hansı qan qrupudur? O 3-cü qan qrupudur. Və bunların hər birinin yaşı qeyd olunub 14 yaş, 23 yaş, 19 yaş. Ola bilər ki, qan verməyə görədir bu. Baxırıq indi cədvələ əsasən hər 3 insanın qan qrupunun adlarını göstərməklə qeyd edin. Fidan deməli dedik neçənci qan qrupudur? Fidan 4-cü qan qrupudur. Melisa 1-ci qan qrupudur. Akif isə neçənci qan qrupudur? 3-cü qan qrupudur. 29-cu sual cədvəldə göstərilən insanlar arasında qan mübadiləsi sxemini qurun. Yaşlılara baxırıq, əslində fidan qan verə bilməz. Çünki qan vermək üçün 18-65 yaş arasında olmalıdır. Ümumilikdə götürsək, onsuz da fidan 4-cü qan qrupudur. O bütün qan qruplarından qan ala bilər. Yaşına görə də 4-cü qan qrupu, məsələn 4-cü qan qrupuna qan verə bilir, amma fidan öz qrupuna da qan verə bilməz. Yəni 4-cü qan qrupuna da qan verə bilməz. Əgər bizə başqa bir 4-cü qan qrupu versəydi, onda fidan ona qan verə bilməzdi. Amma belə baxırıq, onsuz da 4-cü qrupdur. Deməli, 1-ci qan qrupu kim idi? Melisa idi. Buradan yazaq. Deməli, Melisa qan verə bilər həm fidana, həm Akifə. Akif də qan verə bilər fidana. Keçdik növbəti 30-cu suala. Pasiyentlərin hər üçü də eyni ailənin övladları ola bilərmi? Fikrinizi əsaslandırın. Biz burada nə gördük? Gördük ki, 1-ci qan qruplu uşaq var. Sonra
Üçüncü qan qrupu var. Bir də dördüncü qan qrupu var. Birinci qan qrupunun olması üçün valideynlərdə mütləq hər ikisində də sıfır olmalıdır. Dördüncü qan qrupunun olması üçün də bu valideynlərin mütləq biri A-dırsa, digəri B olmalıdır. Belə olan halda görürük ki, həqiqətən də AB də alına bilər, A0 da alına bilər, B0 da alına bilər, 0-0 da alına bilər. Deməli, əgər onların valideyni ikinci və üçüncü qan qrupuna görə heterozigot genotipli olarsa, onda onların uşaqlarının, yəni Akifin, Melisa'nın, Fidanın eyni ailənin övladlarının olma ehtimalı ola bilər. Bu da oldu 8-ci sınavın izahı.